Isabella Guzman'ın viral olan gülümsəməsinin arxasındakı acı həqiqəti araşdıracağıq. Isabella Koreya əsilli Yunmi və Filippinli Robert Guzman'ın melez övladı olaraq 1995-ci ildə Colorado ştatının Aurora şəhərində dünyaya gəlib. Əvvəlcə sevgi üzərində qurulan bu evlilik Isabella 3 yaşında olarkən sona çatdı və cütlük mədəni şəkildə boşandı. Qərara əsasən kiçik Isabella'nın qəyyumluğu anasına verildi. Lakin atası onu istədiyi zaman görə bilərdi. Ana və qız bundan sonra Aurora'da yaşayacaqdılar. Isabella böyüdükcə get-gedə daha aqressiv bir insana çevrilməyə başladı. Ona deyilən sözlərə məhəl qoymur, nizam-intizama qarşı çıxırdı. Bir neçə il sonra Yunmi, Ryan Hoy adlı bir kişi ilə yenidən evlənəndə isə vəziyyət Isabella üçün daha da pisləşdi.